O mərkəzli konsentrik çevrələrdən birinin daxilinə onun mərkəzindən keçməklə ASD üçbucağı çəkilib. Üçbucağın tərəflərindən biri digər çevrəyə toxunur. BF qövsünün dərəcə ölçüsü 150 dərəcə, AO bölünsün YO bərabər 4/3, CD bərabər 8,63 cm olarsa, halqanın sahəsini tapın. Məlumdur ki, halqanın sahəsini tapmaq üçün böyük dairənin sahəsindən kiçik dairənin sahəsinə çıxmaq lazımdır. Bunun üçün bizə hər bir dairənin radiusu lazım olacaqdır. ASD üçbucağının AD tərəfi çevrənin mərkəzindən keçdiyi üçün AD 180 dərəcədir. Ona uyğun olaraq ASD daxilə çəkilmiş bucaqda 90 dərəcə olur. Bizə şərtdə verilibdir ki, BF qövsünün dərəcə ölçüsü 150-dir. YF qövsü də 180 dərəcə olduğu üçün əlbəttə ki, onda biz deyə bilərik ki, deməli, BY-nin dərəcə ölçüsünü tapmaq üçün 180-dən 150 çıxmaq lazımdır və buradan da 30 dərəcə alırıq. Əgər biz B və O nöqtələrini birləşdirsək, B toxuma nöqtəsi olduğu üçün toxuma nöqtəsinə çəkilən radius həmin nöqtədə toxunana perpendikulyardır. Yəni ABO 90 dərəcədir. BOY mərkəzi bucağı isə söykəndiyi qövsə, yəni 30 dərəcəyə bərabərdir. Onda BAO bucağı 60 dərəcə olacaq. 90-dan 30 çıxdıq. Və ASD üçbucağında da həmçinin D təpəsinə biz 90-dan 60 çıxıb 30 dərəcə yaza bilərik. CD-nin uzunluğunu 8/3 veribdir. 60 dərəcəli bucaq qarşısındakı katet 8/3-dürsə, həmin bucağa bitişik olan katet də 8 olur. 30-un qabağı 8 olduğu üçün 90 dərəcənin qarşısında duran AD hipotenuzu isə 8-in 2 misli, yəni 16 olur. Deməli, böyük dairənin diametri 16 olduğu üçün onda radiusu 8 santimetrdir. Keçdik indi kiçik dairənin radiusunu tapmağa. Şərtdə verilibdir ki, AO-nun YO-ya nisbəti 4-ün 3-ədir. Deməli, AO parçasına 4x yaza bilərik, YO parçasına isə 3x yazmaq olar. YO parçasına 3x yazanda, onda AY parçası x olur. Burada AO böyük dairənin deməli radiusudur. Ona görə də AO bərabər 4x, o da bərabər 8 yazırıq. X bərabər 2 alınır. Bizə kiçik dairənin radiusu, yəni YO lazımdır. O da 3x-dir. 3 vurulsun 2, 6 santimetr. Deməli, biz tapdıq ki, kiçik dairənin radiusu 6 santimetrə bərabərdir. İndi bunları yuxarıdakı düsturumuzda nəzərə alırıq. Pi vurulsun, 8-in kvadratı çıxılsın, 6-nın kvadratı. Buradan pi vurulsun, 64 çıxılsın, 36 və cavabımız olacaq 28 pi.